Sovet dönemində həmin üsyanın səbəbləri kəskin tərzdə təhrifə məruz qalır. Misal üçün, deyirlər ki, bunu bir avuç istismarçı İngilis kəşfiyyatının, Türk kəşfiyyatının əli ilə törədir. Həmişə olduğu kimi. Bəli, hə. Həmişə olduğu kimi. Yəni, təhrif ediblər. Amma əslində deyim ki, bu üsyan böyük üsyan oldu. Misal üçün, o zaman SSR-də Volkanmaq qiyamları kimi təqdim edilən üsyanlar çox olub. Azərbaycanda da olub. Qonşu, bizim qonşu, yəni bu Qafqaz dövlətlərinin də ərazisində başlayıb pleytonlar. Amma yeganə üsyandır ki, strateji əhəmiyyətə malik olan böyük bir rayon mərkəzi üsyançıların əlinə keçib. Başqa heç bir yerdə bu hal oldu. Mən arxivdə bir sənədə rast gəldim. Şəki üsyanının yatırılmasının cəlb olunan hərbi hissələr haqqında. Daha doğrusu, həmin hərbi hissələrin əvvəlki toplantı məntəqələrinə qaytarılması barədə dəhşətə gəldi. Deməli, Leningraddan sərhəd qoşunları üçün zabit hazırlayan ali məktəbin kursantları Minskidən Deponun hərbi hissəsi, o zaman belə bir idarə vardı, Qasıqlastonaya Politiçiska Upravleniya Depo deyirlər. Hərbi hissəsi. Bəli, Deponun hərbi hissəsi Minskidən, Belarusiyadan, Gürcüstandan Thompson pulemyotlarla silahlanmış xüsusi hərbi hissə, Azərbaycan diviziyasının ayrı-ayrı rotaları, Azərbaycan eskadronu üsyanın yatırılmasına cəlb edilir. Deməli, bu onu göstərir ki, onu sübut edir ki, Kreml səviyyəsində əgər Leningraddan kursantları bura gətiriblərsə, əgər Minskidən Deponun xüsusi hərbi hissəsini bura gətiriblərsə, demək, Kremlə qədər Sovet dövlət siyasi rəhbərliyini bu üsyan narahat edir. Bunun başqa yozumu yoxdur. Bəli. O zaman Mircəfər Bağırov TİKA'nın sədri idi. Televizyonel komissiya, fövqəladə komissiya. O da ordunun başında, Rus ordusunun başında bura gəlmişdi. Üsyancılar şəhərəl olmuşlar, amma post binası istisna olmaqla. Köhnə kommunistlərin bir hissəsi, o cümlədən rayon partiya komitəsinin kadiri Riza Babayev posta gizlənmişdilər. O zaman hələ bu üsyan başlanan anda təsadüfən Yevlaxdan bura rabitə sistemini, telegraf sistemini qorumaq üçün xüsusi bir hərbi hissə göndərilmişdi. 7-8 nəfərdən ibarət. Həmin o 7-8 nəfərdən ibarət olan hərbi hissə də posta, post binasında oldu. Bizim o kommunistlərə qoşulub həmən binanın müdafiəsini təmin etmişdilər. Bir neçə gün şəhər üsyançılarının əlində olur. Hətta onlar hökumət də təşkil ediblər. Bir adı var mıydı? Bəli. Bir adı var mıydı? Var. Ne hökuməti? Milli Qurtuluş Hökuməti. Şəxslər də var, adları var məndə. Kim şəhər təsərrüfatına baxmalı idi, kim şəhərin ərzaq və təminatına cavabdeh olmalı idi. Həmən hökumətin də başçısı, sədri Molla Mustafa olmalı idi. Burada artıq o məsələ həll olunmuşdur. Üsyanın rəhbəri. Bəli. Amma Bakıdan gələn ordu, əlbəttə, bir orduydu. Adaladım sizə həmin hərbi hissələri. Üç tərəfdən hücum etdilər. Cənubdan, cənub-şərqdən və şimaldan. Üsyançılar çox güclü müqavimət göstərdilər. Amma qüvvələr nisbəti qeyri-bərabər idi. Uzun müddət şəhəri qoruyub saxlamaq mümkün olmadı. O dönemin elimizde modern silahlarıdır. Bəli. Yerli texnika gətirmişlər, toplarla gəlmişlər. Biz həqiqətən o zaman dəstək almamışıq. Yəni o zamanın
gözləyirdik. Camaat içərisində, camaat arasında çoxlu şairə yazdı. Rusiyadan 7000 nəfər hərbi hissə, 7000 nəfər əskərdən ibarət hərbi hissə köməyə gələcək. Elə xalqa ünvanlanan müraciətlər tərtib olunmuşdu. Bu kitabda var o müraciətlər. O müraciətlərdə də türklərin köməyə gələcəyi haqqında xalqa, əhaliyə məlumat verilirdi. Üsyan çox amansızlıqla yatırıldı. Onu deyim sizə ki, bu bizim bu şəhərin aşağı hissəsi, giriş hissəsi qışlaq adlanır. Doğrusu məhəllədir. Bağırov hələ bu ordu gəlməzdən əvvəl kiçik bir hərbi hissə ilə şəhərə girmək istəyib. Amma Güyümlər meydanı deyirik hal-hazırda. O meydanda üsyançılar güclü atəşlə qarşılayırlar. Bağırov, bəli. Onun indiyi zehirli maşın sürücüsü öldürülür. Maşın mıxlanıb yerində qalır. Bağırov maşını tələsik tərk edib, rəsmə çıxan, dərətçan kolu ilə kəpərlənmiş ilk evə özünü salır. Deməklə bu evdə də sitarə qarı, tək yaşayırmış. Sonsuz qadın olub, əri rəhmədə gedib. Bu qadın əvvəl bunu soyuq təndirdə gizlədi, üsyançılardan qorumaq üçün. Daha sonra isə şəxsə yük yeri deyirlər, o yorğan döşək yığmaq üçün evdə, həmən yük yerinə gizlədi. Üsyan yatılan sonra Bağırov üzə çıxır, hələ onda KK-nın sədri idi, dövlət başında deyildi. Hələ Azərbaycan Komünist Partiyası Partiyası Mərkəzi Komitəsinin katibi deyildi. KK-nın sədri idi. Bu qışlaq klubu deyirlər. 11 nömrəli məhkəmənin yaxınlığında yerləşir. Orada üsyan yatılandan sonra aktivin, yəni şəhər rəhbərliyinin və Bakıdan gələn mötəbər şəxslərin Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin bütün katibləri bura cəlb olunmuşdular. Aktivin yığıncağı keçirilir. Bağırov tribunadan Şəki əhlinin nümayəndələrinə ittiham xarakterli fikirlər səsləndirir. Hətta təhqir həddinə çatan şərəfiniz yoxdur, namusunuz yoxdur. Siz niyə üsyançıları şəhərə buraxdınız? Və sair və axır. Yenə bir ağsaqqalın, daha doğrusu hamı tanır o şəxsi, şəhətdə Turub Abdurrahman deyirlər. Bir müddətdə Nizam Muzeyinin müdürü olub. Filologiya elmləri namizədə Abdurrahman. Şəhətdə ona Turub Abdurrahman deyirlər. O həmən iclasda iştirak edir. Cavan komsomolçu kimi, gənc komsomolçu kimi. Onun özünün xatirəsi var bu barədə. 1989-da Komünist qəzetində bu xatirə nəşr olunub. Bu həmən hadisənin şəxsən şahid olub. O deyir ki, yazır ki, bu cəmaatı təxtiliyində yerdən bir kişi səsləndi ki, Qazancı Mustafa deyirlər. Ay, sağ olun, mən tam o hadisəyə deyirlər. Dedi ki, o kişi, sən bizi nə söyüb danlayırsan? Sənin əlində top, balandurun, oğlu qaçıb Qocaybadan tumanın altında cüzləndi. Balandurun zehli maşına deyib, buranın maşına. O adam öz xatirəsində yazır ki, Bağırov tribunadan düşdü, ahəst adamlarla bu kişiyə yaxınlaşdı. Bunda bir əcayib papaq olub, motal papaq deyirlər. Tüyləri gözünün üstünə sallanır papağın. Papağı başından götürür. Deyirəm də, bu cür əcayib papağın altında olan başdan normal söz çıxa bilməz. Belə pədərvayı danışmaq, elə danışdın da deyib, papağı yerə çıxdı. Ertəsi gün deyirlər, həmin Qazancı Mustafa yox oldu.